Niyə bəzi insanlar münasibətdə ərinin, yoldaşının davranışına səbir göstərə bilir, digərləri, bəziləri isə tükənir, yorulur? Biz əgər özümüzü dəyişərək, özümüzün vərdişlərini, davranışlarını, ona müəyyən bir şeyləri aşılamağa çalışaraq, amma bunu həmən onu düzəltmək məqsədi ilə yox, həyatımı xoşbəxt eləmək, həyatımız xoşbəxt olsun naminə, əgər bu niyyətlə eləyiriksə, bilirsiniz nə baş verir onda? Bizim səbrimizin içində mərhəmət hissi olur. Amma xilaskar olanda biz, səbrin içində mərhəmət olmur. Mərhəmət hissini düzgün başa düşün. Mərhəmət hissi elə bil ki, mən sizi başa düşürəm. Olduğu kimi, mən sizin hisslərinizi, davranışlarınızı başa düşürəm və ona kənardan baxa bilirəm. Və elə bil ki, orada bir ümid də olur. Ya, ümidin içində inciklik olmur, sakitlik olur. Amma xilaskara çevriləndə sənin ümidinin içində inciklik də olur. Yəni, bir növ elə bil ki, sən onu düzəltməyə çalışırsan, o düzəlmir və sən narahat olursan, inciyirsən, küsürsən və yorulursan, tükənirsən.